Pul çatmır, yoxsa enerji yoxdur? Bugün Azərbaycanda statistikaya görə boşanmaların sayı dayanmadan artır. Boşanmaların artmasının arxasında çox səbəblər var. Amma insanların görmədiyi ən kritik səbəblərdən biri enerjidir. Enerji nədir? Enerji puldur. Enerji əhval-ruhiyyədir. Enerji xoşbəxt olma qabiliyyətidir. Enerjin yoxdursa qazana bilmirsən. Qazana bilmirsənsə özünə inam düşür. Özünə inam düşəndə isə münasibətlər sarsılır. Xüsusilə də kişilərdə. Çünki bizim cəmiyyətdə kişilər hələ də aparıcı qüvvə kimi qəbul olunur. Amma o kişinin enerjisi tükənibsə, artıq nə işdə effektivdir, nə ailədə dayaqdır, nə də həyat yoldaşına sevgi verə bilir. Enerji azalanda disiplin itirir. Disiplin itəndə məsuliyyət zəifləyir. Məsuliyyət zəifləyəndə isə ailə dağılmağa başlayır. Amma məsələ tək kişilərdə deyil. Qadınlar da qarşısında güc, diqqət və dayaq görməyəndə yavaş-yavaş içində soyulur. Və nəticədə iki yorğun insan bir-birini düzəltməyə əvəzinə bir-birindən uzaqlaşırlar. Problem budur. Həll isə belə başlayır. Bir-birinizi dəyişmək yox, anlamaq lazımdır. Bir-birinizə qarşı yox, bir-biriniz üçün olmaq lazımdır. Hər iki tərəf kompromisə gələrsə, nəticə özünü gözlətməz. Çünki ailə döyüş meydanı deyil, ailə komandadır. Bu videonu qaçırma, komanda yoldaşına göndər.